Ramazan süfrələrində asanlıqla hazırlaya biləcəyiniz, doyumlu, asan, ən əsası yağsız və qoxusuz soba pirajkisi resepti verirəm. Əvvəlcə xəmirini mayalandıraq. Bunun üçün 2 stəkan ilıq süd, 2 stəkan ilıq su, 3 yemək qaşığı şəkər tozu, 1 yemək qaşığı maya, 1 yumurtanın ağı, 4 yemək qaşığı əridilmiş yağ və apardığı qədər un əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğururuq. Xəmirin üzərini streçlə örtüb, isti bir yerdə hardasa 1 saat, saat yarım dincəlməyə qoyuram. Xəmir dincələnə kimi içdiyini hazırlayaq. Bunun üçün yaşıl mərcidən istifadə edəcəm. Mərci bişənə kimi bir kənarda 1 ədəd soğanı qızılı rəng alana kimi qovurub, üzərinə 2 ədəd orta boy kök rəndələyib əlavə edirəm. Burada zövqə görə duz, istiot və qırmızı biber əlavə edirəm. Kök də yaxşıca qovrulandan sonra əzib püre halına gətirdiyim mərcinin üzərinə əlavə edirəm və biraz da göy soğan qatıram. Xəmir də artıq mayalanıb və pirajkiləri hazırlamağa başlayıram. İçiliyini doldurub gördüyünüz şəkildə bükürəm və bu şəkildə də 15-20 dəqiqə saxlayıram. Bundan sonra 200 dərəcədə alt-üst rejimdə qızdırılmış sobada 25-30 dəqiqə bişirirəm. Və yumuşaq, içi dop-dolu pirajkilər hazırdır. Əmin olun ki, bir dənəsi ilə kifayətlənməyəcəksiniz. Bu resepti mütləq bir dəfə də olsa yoxlayın. Fikirlərinizi şərhlərdə yazmağı unutmayın. Daha maraqlı reseptlər üçün izləmədə qalın.